Salam, birinci testdən başlayırıq. Bizdən düzgün artikl istəyir. Biz birinci boşluqdan sonra sayılan tək isim görürük. Sayılan tək isimin artiklə ehtiyacı var. O zaman biz tələffüzə baxırıq. Island biz görürük ki, say tələffüz olunub və təbii ki, qarşısına biz ən artikli götürəcəyik. İkinci tərəfə baxırıq. Yine biz burada sayılan tək isim görürük və tələffüzə baxırıq. Pieces biz burada görürük ki, sami tələffüz olduğuna görə e götürəcəyik. E pieces of. Və üçüncü tərəfə baxırıq. Biz burada sayılan isim götürürük və sayılan isimin də artiklə ehtiyacı olmadığına görə boşluq olmalıdır. Olacaq D variantı. İkinci testə baxırıq. Bizdən düzgün əvəzi istəyir. Boşluqdan sonra isim gəlib. Qeyd etmək istəyirəm ki, əgər boşluqdan sonra isim gəlirsə, biz yerli əvəzinin aslı formasını götürməliyik. Yəni, B variantdakı mine, Y variantdakı ours olmaz. Çünki onlar müstəqil formada isim istəmirlər. Baxırıq ikinci tərəfə. Baxın, burada fikir bitibdir. Cümlənin əvvəldə. Cümlənin əvvəlində feildən əvvəl biz təbii ki, şəxs əvəzliyi qoymalıyıq. Ona görə ikinci tərəfdən yerli əvəzliklərini çıxırıq. Olacaq A variantı. He. Yəni, şəxs əvəzliyi gəlməlidir. Üçüncü testə baxırıq. Bizdən düzgün variantı istəyir. Qeyd etmək istəyirəm ki, isim of isim birləşməsində biz ofdan əvvələ baxırıq. Bir təyinici qoymaq istəyiriksə. P təkdədir, deməli Z də tək gətirir. Yəni, özünə sonra tək isim gətirdiyinə görə A variantı doğrudur. B variantı yanlışdır. Çünki qeyd etdiyimiz kimi ofdan əvvələ baxırıq. İsim təkdir və sayılan tək isim heç zaman belə tək qala bilməz. Onun qarşısında ya bir artikl işlənməlidir, ya da hər hansı bir təyinici olmalıdır. Yəni biz belə bunu tək buraxa bilmərik. Ona görə a pair of olmalıydı. Yoxdur, ona görə də yanlışdır. C variantı yanlışdır, çünki işarə əvəzi təkdədir. İsim cəm olmaz, tək olmalıydı. D və Y variantı isə baxırsınız ki, burada işarə əvəzi cəmdədir. Deməli, isim də cəmlənməlidir. Ona görə də yanlışdır. 4-ə baxırıq. Bizdən düzgün bağlayıcı istəyir. Deməli, biz burada görürük ki, təyin budaq cümləsidir. Hardan bildik? Çünki boşluqdan əvvəl isim gəlibdir. Və təyin budaq cümləsində biz artıq bilirik ki, əgər boşluqdan əvvəl canlı isim gəlirsə və boşluqdan sonra əsas feil gəlirsə, biz nə götürəcəyik? Yahoo ya da Z. Bir daha qeyd edirəm ki, təyin budaq cümləsində əgər boşluqdan əvvəl canlı isim gəlirsə və ondan sonra əsas feil gəlirsə, deməli biz Yahoo ya da Z götürməliyik. Olacaq C variantı. Məsələn, A variantı yanlışdır, çünki who's-dan sonra birbaşa artiklsız isim gəlməlidir. Whose xəbər istəmir. What ümumiyyətlə təyin budaq cümləsində işlənmir. Niyə? Çünki təyin budaq cümləsi özündən əvvəl isim gətirir. What-dan əvvəl isə isim və törəmə gəlmədiyinə görə ümumiyyətlə what təyin budaq cümləsində işlənmir. Yanlışdır. D variantı yanlışdır, çünki which özündən əvvəl cansız istəyir. Burada isim canlı olduğuna görə which-də çıxırıq. Y variantı yanlışdır, çünki baxmayaraq ki, whom özündən əvvəl canlı gətirir, amma whom-dan sonra birbaşa əsas feil gəlməz. Whom özündən sonra mübtəda üstəgəl xəbər istəyir, yəni əsas feil istəmir. Ona görə Y variantı yanlışdır, olacaq C variantı. 5-ə baxırıq, yenə bizdən düzgün bağlayıcı istəyir. Boz or bağlayıcısı yoxdur. Boz and olmalıdır. Və boz and var, yenə də yanlışdır. Niyə? Çünki qeyd etmək istəyirəm ki, bozun hər zaman xəbəri cəmdə olur. Burada isə xəbər tək olduğuna görə biz D variantını çıxırıq. Neither or yox, neither nor olmalıdır. Yanlışdır. B variantı yanlışdır, çünki bir cümlədə iki inkar olmaz, həm də tərcümə ilə uyğun gəlmir. Olacaq A variantı. Not only, but also. Nəinki hətta deməkdir. Əgər sən yaxşı yatmasan, nəinki immunitet sistemi, hətta düşüncələri belə əziyyət çəkər. Ona görə də tərcümə ilə uyğun olacaq A variantı. 6. Yenə düzgün bağlayıcı istəyirəm. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, though, also, because, whether özündən sonra mübtəda xəbər gətirir. Yəni birləşmə isim gerund gətirməz. Biz burada görürük ki, yəni boşluqdan sonra mübtəda xəbər yoxdur. Yəni boşluqdan sonra əgər deməli isim gəlirsə və ya birləşmə gerund gəlirsə, biz burada despite götürəcəyik. Despite, in spite of mübtəda xəbər yox, ismi birləşmə istəyir. Yəni gerund istəyir, ismi birləşmə istəyir, amma mübtəda xəbər gətirməz. Ona görə də olacaq variantımız C variantı. 7. Yenə düzgün bağlayıcı istəyir. Biz burada mübtəda xəbər görürük. O zaman biz yenə despite çıxırıq. Çünki az öncə qeyd etdiyimiz kimi despite özündən sonra mübtəda xəbər gətirməz. Yəni cümlə gətirməz, birləşmə gətirər. Ona görə 3-ü çıxırıq variantlardan. Və ya olacaq 1-5 səbəb ya da 2-4 zid bağlayıcısı. Biz burada görürük ki, uğursuz olmaq, kömək etmək sanki bir ziddiyyət var. Mark özü uğursuz olsa da dostuna kömək etdi. Deməli, burada bir ziddiyyət var. Baxmayaraq ki, özü uğursuz oldu, dostuna kömək etdi. Ona görə 2-4 olacaq variantımız D variantı. Yəni, burada bir ziddiyyət var. 8-ə baxırıq. Ümumiyyətlə, veri özündən sonra artikl gətirməz. Biz burada to be görürük. To be-dən sonra
Təbii ki, sifət gələr, zərf gəlməz. Ona görə biz birinci tərəfdən zərfləri çıxırıq. Baxırıq ikinci tərəfə. Biz burada feil görürük. Feildən sonra isə zərf gələr, sifət gəlməz. Olacaq B variantı. Deməli, to be-dən sonra sifət, feildən sonra zərf. 9. Boşluqdan əvvəl biz burada görürük taste. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, hiss duyğu feilləri, yəni hərəkətsiz feillər var. Taste, smells, seem, sound, appear, disappear, to get, to become, am, is, are, was, were. Yəni hərəkətsiz feillər var ki, özündən sonra sifət istəyir, zərf istəmir. Ona görə biz birinci tərəfdən, yəni bax burada zərfləri çıxırıq. Sifət götürməliyik. 2 və 3. Bitter, sweet. A variantı. 10-cu testə baxırıq. Deməli, bizdən düzgün variant istəyir. Biz burada görürük. Baxaq cümləmiz təsdiqdir. Təbii ki, biz either, neither götürə bilmərik. Əgər cümlə təsdiqdirsə, so, to, also götürməliyik. Ona görə A və Y variantı gedir. Və baxırıq biz burada, ümumiyyətlə, to inkar cümlədə işlənməz, D variantda gedir. Və baxırıq ki, bizim cümləmizdə hədd tək gəlibdir. Əgər hədd tək gəlirsə, deməli, özü burada əsas feildir. Və əsas feil olduğuna görə onun suallı, inkarı, taqı, did köməkçi feildən istifadə olunmalıdır. Olacaq C variantı. Həddin özündən istifadə oluna bilməz. 11-ə baxırıq. Deməli, bizdən düzgün variantı istəyir. Deməli, baxaq biz burada ümumiyyətlə nöqtələrdən sonra cəm isim görürük. Qeyd etmək istəyirəm ki, others, the others özündən sonra isim gətirməz. Onları çıxırıq. Another silent tək isim gətirir. Onları da çıxırıq. Qalacaq A variantı. Çünki other özündən sonra cəm isim də gətirə bilər, silent isim də gətirə bilər. 12. Biz boşluqdan sonra article görürük. Z artiklı. Qeyd etmək istəyirəm ki, yeganə all və both əvəzlidir ki, birbaşa Z artiklindən birləşir. Amma some, neither, digər əvəzliklər birbaşa özündən sonra Z gətirmir. O halda gətirər ki, of-la birləşər. Of Z olar. Bir isə ona görə yanlışdır ki, each of the sportsmen olur. Amma each of-dan sonra isim cəm, xəbər tək olmalıdır. Yəni, wants olmalıdır. Ona görə bir də yanlışdır. 2, 3 olacaq D variantı. 13 düzgün variant istəyir. Baxaq 6-dan başlayaq. Deməli, iki isim birləşməsində ikinci isimə baxırıq. Money sayılmır, a little sayma isim gətirir. Problem cəmdədir, many cəm isim gətirir. A lot özündən sonra isim gətirməz, feildən sonra gəlir. A lot, yəni bu o zaman doğru olardı ki, a lot of olardı. Ona görə də yanlışdır. 3-ə baxırıq, yenə isim cəmdir. A few də cəm isim gətirir, götürürük. 3, 5, 6 A variantı. Several özündən sonra cəm isim gətirər, several tək isim gətirməz, yəni isim burada cəmlənməlidir. Bir də yanlışdır, çünki isim cəmdir, a little cəm isim gətirməz. Ümumiyyətlə, a little, little haqqında qeyd etmək istəyirəm ki, a little, little, yəni a little özündən sonra sayılan tək isim gətirərsə, little özündən sonra cəm isim gətirərsə, burada artıq balaca tərcüməsini verir, yəni sifət olur və artikel isə artıq bu sayılan tək isimə aiddir. Yəni bir balaca qız, balaca qızlar. Bir daha qeyd edirəm ki, əgər a little-dan sonra sayılan tək isim gəlirsə, deməli burada balaca tərcüməsini verir və ya cəm isim gəlirsə balaca tərcüməsini verir. Yox, əgər a little, little sayma isim gətirirsə, o zaman təyin edici olur və az biraz tərcüməsini verir. 14. Deməli, burada olacaq variantımız D variantı. Birinci cümləmiz isimdən başlayır. Deməli, baxırıq. A number of brave sons. Sonra 8 gələcək. Stood up, yəni xəbər gələcək. For, freedom. Sonra 6 gələcək. Of, the, motherland. Yəni, qeyd etmək istəyirəm ki, birinci isim, sonra xəbər, sonra digər üzvlər gəlir. Olacaq variantımız D variantı. 15. Yeri kal istəyir, bizdən doğru olanı istəyir. Kapitanın məsuliyyəti biri götürük, isim gəlibdir. Burada izin qısalmışdır, çünki burada isim yoxdur. 3-ə baxırıq, Julia'nın sənədi, pasportu, yəni doğrudur, baxın burada isim gəlibdir, götürürük. 4-ü götürmürük, çünki EN artikli sayılan tək isim gətirir, burada apostrofes olmalıydı. Yəni, sayılan tək isimlər apostrofeslə üzəri yəri yalı. 5 də yanlışdır, çünki törəmələrin, yəni yəri yalı apostrofes olur, S apostrof olmaz. Ona görə olacaq variantımız 1-3 A variantı. 16. Modal feil istəyir, düzgün modal feil istəyir. To'nu gördükmü? O zaman could-u çıxırıq. Çünki could, to olmaz. Could-la to işlənməz. Hadn't-ın inkarı özü ilə düzəlməz. Didn't have to olmalıydı. Zamana baxırıq. Keçmiş, izi də çıxırıq. Olur 2 və 5. D variantı. 17. Yenə modal feil istəyir bizdən. Bu zaman to yoxdur. O zaman outları çıxırıq. Çünki out to istəyir. To yoxdur. Haven't-ın da inkarı özlə düzəlməz. Don't have to olmalıdır, yanlışdır. 1 ilə 4 A variantı. Yəni, have to da qoya bilərik, should da qoya bilərik. Biz gərək həqiqəti danışaq, biz həqiqəti danışmalıyıq. Niyə? Çünki o çox vacibdir.
18. Deməli biz burada görürük icbar növdür. Yəni had cansız olacaq participle to. Kiməsə nəyisə elətdirmək olacaq B variantı. Yəni menecer sənədləri imzalatdırdı. Kiməsə imzalatdırdı. Yəni kiməsə nəyisə elətdirmək icbar növdür. Had cansız participle to olacaq B variantı. 19. Söz önüdür, düzgün söz önü istəyir, visit söz önü istəmir. Lastla qeyd etmək istəyirəm ki, özündən sonra zaman gəlirsə, last və next özündən sonra zaman gəlirsə, ümumiyyətlə last, next, this, bunlar əgər özündən sonra every zaman gətirirsə, özündən əvvəl nə article, nə də söz önü işləməz. Yəni boşluq olmalıdır. Hər ikisində də boşluq olacaq B variantı. 20-yə baxırıq. Bu da tərcümədə olacaq Y variantı. David universiteti bitirəndən sonra dərhal işə başladı. Burada olacaq Y variantı. 21. Enjoy ing istəyir. Want to istəyir. Deməli olacaq variantımız D variantı. 22. Deməli yenə biz burada baxırıq. Mürəkkəb tamamlıqdır. Deməli boşluqdan sonra obyekt və tool məzdər. Deməli olacaq advice və told. Çünki made və late birinci qrup feildir. Özündən sonra başlanğıc formada istəyir feili, yəni to ing olmaz. Watch ikinci qrup feildir. Özündən sonra başlanğıc və ya ing istəyir. Advice told isə üçüncü qrup feildir. Özündən sonra tool məzdər gətirir. Olacaq 1-lə 3 B variantı. 23-ə baxırıq. Deməli, bizdən düzgün cümləni, zamanın formasını istəyir. Biz burada by the time görürük. Qeyd etmək istəyirəm ki, by the time-dan sonra ümumiyyətlə by bitmişliyi bildirdiyinə görə, əgər by'dan sonra indiki zaman gəlirsə, uzlaşır gələcək bitmişlə, keçmiş zaman gəlirsə, uzlaşır keçmiş bitmişlə. Keçmiş keçmiş olmaz. Özündən sonra keçmiş bitmiş gətirməz. Keçmiş sadə, keçmiş bitmiş. Deməli, C variantı doğrudur. İndiki bitmiş gətirməz, by'dan sonra indiki bitmiş gəlməz və Y variantı isə yenə də uzlaşma yoxdur. What's burada keçmiş olmalıydı. 24. Ümumiyyətlə biz burada görürük ki, cümləmiz inkardır. İnkar olduğuna görə biz no-nu çıxırıq. Bir cümlədə iki inkar olmaz. Sam və törəməsində çıxırıq. Çünki sam və törəmə inkar cümlədə işlənməz. Və boşluq eni və onun törəməsi arasında qaldıqda isə boşluqdan sonra baxırıq. Deməli, isim gəldiyinə görə biz törəməni çıxırıq. Çünki törəmədən sonra isim gəlməz. Olacaq B variantı. Any information. 25-ə baxırıq. To, enough to. Ya, to olmalıdır da enough to. Deməli, burada inkarlıq bildirinə görə biz burada to götürməliyik. Mənim qardaşım bu maşını ala bilmədi. Niyə? Çünki həddindən artıq bahalı idi. Yəni, burada inkarlıq olduğuna görə biz to götürəcəyik. 26. Yenə baxırıq, bizdən düzgün cümləni istəyir. Cümlə inkardır. So-nu çıxırıq. Yəni, cümlə əgər inkarsa, ayza götürməliyik və baxırıq. Modalımız couldsa niyə can götürək? A variantı gedir. Nice olan cümlədə ikinci bir inkara ehtiyac yoxdur. Çünki nice'nin özü inkardır. Və ayza arasında qaldıqda isə quruluş belədir. Nice modal və ya köməkçi mübtədə, ayza isə inkar cümlənin sonunda işlənir. Yəni, cümlənin sonunda işlənir və özündən əvvəl inkar istəyir. Could olmaz. Yəni, couldn't olmalıydı. Olacaq variantımız C variantı. Nice could Sara. Növbəti testə baxırıq. Yenə bizdən düzgün cümləni istəyir. Yəni, sual cümləsidir. Baxırıq. Did varsa feil başlanğıc formada olmalıdır. Yəni, make olmalıydı. Made olmaz. 1 çıxdı. Əsasla köməkçi yanaşı işləməz. Ortasına mütləq isim girməlidir. Have to-nun sualı özü ilə düzəlməz. Do does köməkçi ilə istifadə olunmalıdır. Yəni, have to-nun ortasına söz girməz. Sualı özü ilə düzəlməz. Yanlışdır. 4-lə 5. Sual cümləsinin quruluşu necə oldu? Sual əvəzli, köməkçi feil, isim, əsas feil. Sual əvəzli, köməkçi feil, isim, əsas feil. 4-5. 28-ci suala baxırıq. Deməli, biz burada görürük tag question, yəni baxırıq cümləmiz təsdiqdirsə, biz bura inkar verməliyik. Yəni, təsdiqə təsdiq olması Y variantını çıxırıq. Və baxırıq zamana. Cümləmiz keçmiş zamansa niyə don't-la verək? Cümləmizdə could yoxdur, C variantda çıxırıq. A və Y variantı arasında qaldıqda isə biz burada görürük isim cəmdir. Deməli, biz burada Z verməliyik. She verə bilmərik. Bu qədər diqqət.